Ben bunu sakitləşdirə bilmirəm. Gəldi bir dənə arvadla kişi aldı bunu qucağına, gəzdirdi sakitlər. Day şəhərdə o adam olmadı ki, bu uşaq alsın qucağına, çişir. Rusdan tutmuş Tatara qədər. Uşaq dedi, yox, boğularam, ölərəm. Taksi sifarişi, taksidə Məmməd Nəsir Həsir, qoca bir kişi əsəsi gəldi. Day bu taksidən düşənə kimi və çay verirsən, rədd edir, su verirsən, rədd edir. Uşaqların tutması tutur axı. Yanımda da padruqam. Bu yolda dədəvi öldürsün. Aman özünü. Taksi şoförü də çığılıb gülməkdir. Söyə, özümü söyə, özümü cıra, dağda. Ha, getirdim bu dev. Eve giren kimi daş düştü elə bir başına. Dedim hani harada dədəvi şəkil var? Kime gelirsən ana qırba? Kim geldi bize? Kim geldi? Anan ölsün. Bu şehirde niye səsini atırdın başına? Dədən ölsün senin. Başına vırdım zakolkaları saçına. Ne bileyim Allah'a kurban olun. Dəhşət izimdə prosta. Saçına rezin takan kimi havalanırdı. Uşaq ki uşağı. Sonra başladım girdim TikTok'a sənətimə. O da TikTok'da, o da TikToker. Saçlarımı oynadı dedim. Gördün gic videolar çıxır arada qabağımıza. Sus, bağla canlını. Deyirəm sənə bağla canlını. Mənə deyir. Canlını bağla. Mamam oradan öyrədirdi, bu da gəlib mənə deyirdi. Canlını bağla deyirəm sənə. Sonra belə deyirdi. Yo, bağlama. Ölürəm. Bu boydaydı pappalaca. Canlını bağla. Çatdakılar da ölürdü gülməkdən ki, bu nə danışım. Uşaqlar ölür şəhər üçün. Şəhərdə gəzmək üçün Sinan gedirlər. Nə kındasan, ay Mahir, necəsən, brat? Yatar da indi uşaq, kiç suallar verir üstü adama. Saat 8-9'a işləyir. İşə gedir, uşaq bu vaxt tutursun. Vitsin üstüne qışıran kimi anam gəlib mənədir. Yazıq canım, bir dənə çıldır telefonum vardı, bir dəfə vurdu divara, qırıq elədi. Az uşaqdır da ağlayır, mən neynim ki, səndən ana başı. Bu nənələr niyə belə olur görəsən? Mən boşanıb təzə gələndə mamam mənə əsəbləşib cumurdu. Bir dəfə dedim mən bunu neynim, bu mənim üstümə cummasın, Kənan çox. Özümü qoydum gicliyə. Vurdum kaleskanı zadı dağıtdım, trayniki zadı qırdım. Səs var, mamam belə de, bu dəlidir. Bu, mamam mənə yaxın gəlmirdi. O benim üstüme cummaq, bu benim üstüme cummaq. Ondan sonra dedim, ne inirsən özün bilərsən. Bu, məndən iş olmadı. Kuxuna da vurdum, qabları qırdım. Az ne var, ne istəyirsən məndən? Qaynanam üç olmuşsan mənə. Əl çək, qışqırdım. Padruqama yığdı ki, dur gəl, bunun başına hava gəlib. Dedim ki, bundan sonra mənim işimə qarışmırsın. Bitti. TikTok'a girmişəm, iş yoldaşlarım dedim, az sənin iş yoldaşların. Sənin iş yoldaşlarıma nə dəxli var, mən hardayam, nə inirəm? İndi özü TikTok'dan çıxmır. Sil o videoları, bizi biabır dedim, biabır nə olurdu ki? Hele gəldim sənətə. Dedim, silməyəcəm. Yavaş uca qızlar mənə çox istəməyə başlamışdı. Necə bildim tanınıram? Günlərin bir günü canlaşdım. 2-3 gün açmadım. Gördüm video paylaşım, yorumda kızlar yazır. Ne olar canlaç. Dedim Allah uca mən əməlli başlı adam olmuşam. Ne olar canlaç? Necə yəni ne olar canlaç? O vaxtda heç kəsin canlısından 1000 nəfər, 500 nəfər, 1700 nəfər olmurdu. İndinin 10.000 nəfəri idi. Hələ hədiyyə zat içində yox idi. Açırdım, oturdum səhərdən axşama kimi ev yığışdırırdım. Söhbət edirdim, mas qeybət edirdim. Uşaq orada ağlayırdı, mən burada səsimi atırdım başıma. Hele. Bir de gördüm bütün Tolika 2 dəfə məni paylaşanda Tolika səs attı. Səsimi attım başıma. Mən videomu sileyim, kayıtlarımı sileyim, nə bilim nəyini sileyim. Qonşulardan olanlar mənə dedi, as bir yavru olmuşsan hər yerdə sən indi hamı mənə dedi, şəkil çəkdirəlim mi? Ölürəm. Qızla tanış olanda sənə yoxladacağım. Hə, Kənan, göndər mənə. Kənan, yekə oğlansa keçə bilət yadda. Naxçıvanlı oğlansa, bu nədir 50 dənə bir gəlib üstümə. Bir dənə o meymun var 2500, on tulla gəlsin bura. Deməm, ölmüşəm. Var ya, yaddan ya. İndi bəzənibsən, az yoxu gecədən qalan makyajda, hələ bir gün qalacaq mənim üzümdə, bir də sabah toyda dəyişəcəm. Arınqada,